Allah göz adamı verir. Her iki tane de Allah hoşbəxt eləsin, Allah mehriban eləsin. Mən də öz növbəmdə bu məclisə yığışan, bu qapıya gələn, sayan, yəni zavın başına yığışan, onun sevinci bölüşən hər bir kəsi salamlayıram və hər bir kəsə bu iki gəncin timsalında arzu edirəm ki, bütün subaylara qismət olsun, bütün övladlar xoşbəxt olsun, biz də onların qapılarında gedən şənliklərdə iştirak edək. Bayaq Mahsab bəyimiz qeyd elədi, yəni ki, biz bugün Ordubadın TV kəndi olaraq fəxr edirik ki, bizim də kəndimiz istər 1-ci Qarabağ müharibəsində, istər də 2-ci Qarabağ müharibəsində şəhidlər verir. Bu bizim başımızın ucalığıdır. Çünki torpaq müharibəsiz qansız olmur, azadlıq da qansız olmur. Demək, azadlıq qazanmaq üçün də qan tökmək lazımdır, torpağı almaq üçün də qan tökmək lazımdır. Mən burada oturanların ancaq hər birini arzu edirəm ki, bəlkə də görənlər görüb, kaş ki 1-ci Qarabağ müharibəsində Quliyə Bədrəddin Mənolan bölgədə şəhid oldu. Yəni ki, Füzuli Beyləqan uğrunda gedən döyüşlərdə şəhid oldu. Səhv eləmirəmsə 94-cü ilin 15 yanvarda. Yəni o güclü döyüşlər gedirdi bunda. Mən də qürur keçirdirəm ki, vətən üçün müstəsna xidmətlərim var. Mən də illərlə biz gəncliyimi qoymuşam bu yolda və Allahın belə deyək, möcüzəsi ilə biz sağ qayıtmışıq. Biz də canlı şəhidlərik. Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun, qazilərimizə şəfa versin, veteranların ordumuzu, yurdumuzu qorusun, onların haqqı ödənilməzdir. Və arzu edirəm ki, hər bir kəs geçsin, o Qarabağ torpağına baxsın ki, yəni doğrudan da Azərbaycan gözəl bir köşələrindən biri də Qarabağ idi, hansı 20% işgal olmuşdu. 44 günə o torpaqları heç döyüşsüz yeri çıxmaq olmaz Şuşaya. Yəni göz baxdıqca qutarmayan meşələr var, dağlar var, Tarıq dağlar var, nə qədər şiş qayalar var, qızıl qayalar var, şaxtar qayalar var, üç təpələr var. Yəni onları almaq üçün illərlə ömür lazım idi və belə deyək ki, 44 gün bizim nə qədər texnika, texnologiya olsa da mərd oğullarımız öz canını qoydu onu. Yəni Şuşaya hansı yollarına dırmaşdı, inşallah qismət olar gelib baxarsınız ki, orada heç silah sursazsız o daşları qalxmaq olmaz da cıdır düzülər. Yəni ki, Allah onların ruhu şad eləsin. Hər bir bölgə bir, belə deyək, məşhur bir şeylə tanınır. Qarabağ bölgəsində bilirsiniz, ən güclü səsi olanlar Muğam, Seycah, Zarcah, Qarabağda yetişir. İndi, bəli, sənətkarları ilə tanınır. Naxçıvan da təbii ki, hər yerin var, dahiləri ilə tanınır. Naxçıvan, deyək ki, Azərbaycana böyük dahi şəxsiyyətlər bəxş edirdi. Və onların da dövlətçilikdə, dövlətin qorunmasında böyük xidmətləri olub. Vətən haqqında çox şeylər var. Ramiz Qusar Çayının şeiri var, Rüstəm Behrudinin var, Məhəmməd Arazın var demək olar. Ancaq Qarabağ haqqında bir şeir var ki, deyib, istəsən gəzməyə uca dağları. Gəzməyin məskəni Qarabağdadır. Qüdrətdən uslanan meyvə bağları, Muğamlı olmalar Qarabağdadır. 3 ay yayı əskik olmaz qonağı, insana can verir sabılağı. Gələnin gecənin hörmət cəfası, etibar binası Qarabağdadır. Zabbarın daş dələn yanıqlı səsi, bülbülün mat qoyan seyit nəfəsi, xanın dəm yayan dəm şişəsəsi, müqamət dünyası Qarabağdadır. Topxanadan gəlir kəşlik sədası, insana ruh verir təmiz havası, gələnin, gedənin hörmət cəfası, etibar binası Qarabağdadır. Valihəm, deyirəm mən Qarabağdan. Qüdrətim alıram eldən, obadan. Görmədim o yerdə səsi olmayan. Oxuyanlar, müqamət dünyası Qarabağdadır. Yəni Allah bütün regionlarımızı qorusun. Vətənin o başı, bu başı yoxdur. Elin o başı, başı yoxdur. Azərbaycan bütün regionları bütövlükdə hər yeri bizim üçün doğmadır. Allah şəhidlərimizə bir daha rəhmət eləsin və burada oturanların da dünyadan köçənlərdən rəhmət olsun. Eləcə TV-də fərqi yoxdur. Ordubadın bölgəsində və hər yerdə. Nə qədər ki dünyasını dəyişənlər varsa onlara Allah rəhmət eləsin. Allah qoyduğu bir yoldur. Bu dünya bizim görüş yerimizdir və heç kimə mən vaxtsız ölüm qismət eləməsin Allah Taala. Yəni o elə bir yoldur ki, o yolu hər bir kəs gedəcək, dünyasını dəyişəcək. Xeyli şeylərdir ki, aylarla hazırlaşırsan.
Ancaq axşam yatıb tezdən durarsan, nə olur mu bilmərsən. Buna görə də dünyadan köçənlərə rəhmət olsun. Qalanlara can sağlığı arzulayıram. Arzulayıram ki, həmişə biz TV-yə, Ordubadın başqa eləcə, Azərbaycanın bütün bölgələrinə biz toy kəsi ilə gedək. Xeyir işlərə gedək inşallah. Hər birinizə təşəkkür edirəm, var olun. Zavra da göz aydınlığı da verirəm hər iki tərəfə, valideynlərə, eləcə də əzizlərə. Allah xoşbəxt eləsin, bu toy mübarək olsun. İnşallah ki, bütün subaylara qismət olsun, bütün evlatlar xoşbəxt olsun. Mən də özlüyəm də hər birinizi salam verirəm, xoş gəlmişsiniz deyirəm. Allah Teala bütün subaylara toy qismət eləsin. Tez məclisi tez bıraxmayın, Məmməd Araz yazır, təşkişdə çaylaq daşıyam, məni qoymayın təşkiləm. Əl dəydi çaxmaq daşıyam, məni qoymayın təşkiləm. Hər dəryadır bir zərrədik, dəm zərrədik, dörd zərrədik. Namərdə də məhv zərrədik, məhdi qoymayın təşkiləm. Dağsız duman yalnız ahdır, qara bulud yalqız axdır. Sən təşkiləndi yalqız axdır, səni qoymayın təşkiləm. Nə çox alıbdır boğazlar, bu kəndirsiz kəndir vazlar, körfülənin ayarazlar, məni qoymayın təşkiləm, məni qoymayın təşkiləm. Hər birə də gedər istirahət hazırlayıram. Allah Teala hər bir səsin qalsıran şad günlərdə görüşür. Sağ olun. Mən bir gürültü almış istəyirəm gəlinimizin atasına bu gözəl sözlərinə görə. Əmi vurğuladı. Bugün çox gözəl bir gündür ki, bizi həsrətdə qoymayan o igidlər, Qarabağa həsrətdə qoymayan igidlər bizi qınaq altında saxlamadı. Əmlərin atanın dəvisi. 30 il istirasət vardı sinəndə. Yağır oldu kürəyində, sinəndə. Bundan sonra xoşbəxtliklə dinəndə daha bizi qınamazsan Qarabağ. Daha bizi sınamazsan Qarabağ. Bizi sınaqdan qurtaran, qınaqdan qurtaran oğulları ruhları qarşısında baş əyirik. Allah qazilərimizi, əskərlərimizi də qorusun. Və mən bugünkü məclisimizdə özü burada deyil dayının, Sahil dayının da adından yeni qurulan ailəmizi təbrik edirəm və istərdim ki, bir gözəl musiqi havası gəlsin. Əmilər, ata bir gözəl qol götürüb oynasınlar. Buyurun, meydan sizindir. Yeah.